Salam əziz və hörmətli dostlar. Xoş gördük. Umarım ki, keyfiniz sazdır. Ərz edeyim ki, mən dostlar, dünənləri o xanım Sami dedi, Jalə Sami. Onun haqqında biraz danışdım. Amma məcbur oldum gecə oturam, o videonu axtaram, tapam və onu baxam. Mən o oğlanın əvvəldən, o oğlanın qismətinin əvvəldən ta axirət can ki o adam danışır, o təhiyyə konəndə qulaq astım. Və çalışdım görüm o oğlan, o uşaq hangi Cokar adında olan cavan oğlan hangi millətdəndir. Amma özümlə fikirləşirdim ki, əcəba bu xanım orada bilə-bilə faşisti mövzi tutdu, bilməyə-bilməyə faşisti mövzi tutdu. Məsələn, vəzir amuzş pərvəriş ya müavinləri, ya vizarət amuzş ali, ya dövlət o zaman ki bir mövzicirlik edir, dilə görə ləhcələri istihdam eləməyək, bunlar farsca deyirlər ağahanə, bilə-bilə faşisti mövzi tuturlar. Amma bəziləri insanların görürsünüz ki, cümləsinin içində bir kəlmə deyir. Məsələn, bu xanım vaqəən istəmirdi nəzərə gələn bu uşağı təhqir eləyə. Ya faşistdir. Amma faşist deyil bu hər halda. Bəli, təhqir ediciydi. Yəni, bunu danmaq olmaz. Əcəba bu xanım bilinc üzünə bu işi gördü ya yox. Biz ki, onun zehnində dəyirik, deyə bilmərik ki, onun niyyəti hangisiydi. Amma təhlil eləsək, rəvanşinasi təhlildə, fars dilində, rəvanşinaslıqda bir çoxlu bəhslər var. Biri də budur ki, zəmir-i naxudagah. Yəni bizim içimizdə bizim bir parçamız vardı ki, biz onu bilmərik, ona diqqət eləmərik, onun üzü ilə danışmarıq, amma onda bu güc vardı ki, bizi yönləndirər. Mən bu Kanadada bir seri məcbur olduğum bir dövrə kilasa getməyə, çox da bahaya çıxdı əlbəttə. Orada bizə öyrədirdilər ki, insanın nənədən olmamışdan öncədən bu beyin ki var bizim başımızın içində, kasanın içində bir beyin var. Bu beyin neçə bölümdən təşkil tapıbdır. Bu bölümün biri bu aşağıda və dalda, bu möhrəyə gələn yerdədir. Bu möhrə ki belindən gedir aşağıya. O möhrəyə gələn yerə yapışan yerin üstündə bir, burada cicgahın dalısından burada bir cıqqılı bir yerdir. Məsələn, deyək ki, qədim axı uşaq dostlarımız bilmirlər, 1 qramlıq nə heçəlikdir, ya 2 qramlıq, ya 5 qramlıq nə heçəlikdir. Bir dənə kiçik bir yerdir, yaxşı bir barmağın, baş barmağın bu qədər bir yer tutubdu orada və cəlib budur ki, dostlar, əgər kompüter elmi ilə tanış olsalar, bilirlər ki, biz kompüteri F-disk elərik, məsələn, qədim kompüterlərdə F-disk elərdik. Ya indi format eləyirik, ya indi, məsələn, back to factory eləyirik. Amma back to factory eləyirik, yəni karxananın sisteminə gətiririk ki, orada ayrı bir şeylər ki, virus filan zat yoxdur. Amma onu yenə də biz vuranda, işə salanda qədim DAS deyirlər, MS-DAS. İndi də elə həman o ikili back to factory eləyirik. O MS-DAS onun o dibindədir, kökündədir. Onun üzüyünə bu kompüter başlayır işləməyə. Özün tazaşdan up-to-date edir, internetə vəsl olur və Windows'u işə salır. İş tapır yəni, Windows'u tapır və özünə nəsb edir. Biz bu, yəni MS-DAS bərnaməsi ki, qədim kompüterlərin birinci nəslin beynidir. İndiki kompüterlər bu qədər şey eləyiblər, yenə də elə onun beynidir. Yəni, əsli beyni odur. Deyirlər, bizim bu beynimizdə şey dedim, moqdela da deyə bilirik. Moqdela deyilən yer, burada bir barmaqcadır. Amma biz nənədən olmamışdan ta 4 yaşımızacan tamam eşitdiklərimiz ehsasat olaraq, duyğu olaraq orada dizilir bir dənə səfənin üstünə elə bilin. Məsələn, qədim gramofon səfəsi vardı. Onun isə dizilirdi musiqi.
O mümkündür, orada burada xəş düşə, amma silinib getməz, silinməz. F-disk olmaz, delete olmaz, format olmaz. Bizim də beynimiz ta 4 yaşınacan, nənədən olmamışdan başlayır, ta 4 yaşınacan hər nə ki bizə üz verir, orada yazılır. Bunların hamısı bir duyğu. Məsələn, nənəmizlə dədəmiz savaşır, bizim o duyğumuzda yazılır. Nənəmiz bizə süd vermir. Nənəmizlə dədəmizin arasında ixtilaf var. Savaş görürük. Nə bilim, hər nə ki görürük, bunlar burada yazılır və qutulduq. Bizim sicilimiz yazıldı. Bizim haqqı intiqabımız yoxdur ondan sonra. Ondan sonra dostlar, biz ömrümüzün sonuna qədər əqlimiz onun əsasındadır. Yəni, o meqdala dediyimiz bir şey əsasdır. Kommunizmdə deyirlər, ha, iqtisad payadır, üstü bünövrədir. Bünövrə iqtisaddır, üstəkilərin hamısı zirbəna, rubənadır, üstdən gələndir. Burada da zirbəna bizim meqdilada olan məlumatdır və rubəna o şeylərdir ki, dədədən, nənədən sonralar dil vasitəsilə, görmək vasitəsilə, oxumaq vasitəsilə, hiss eləmək vasitəsilə bunları da alırıq özümüzə. Bunlar otururlar o birisi yerlərdə. Yəni, o birisi yerlər mərisilik tutaq, başımız bir yerə dəyə filan, çıxar gedər. Yadımızdan çıxa bilər. Amma o meqdilada olan 4 yaşınacan örgəşdiklərimiz yadımızdan çıxmaz. Bunun üçün, onları ki Alzheimer tuturlar, onlar o 4 yaşınacanı kamil yadlarına gətirərlər. Məsələn, mümkündür xanımın tanımaya, amma dədə babasının yadına gətirər, nənə babasının yadına gətirər. Deyər bə, uşaqları, əmiləri, dayıları, dədəsi, babasıdır. Yəni, öz uşağın görər, fərz edin ki, mən məsələn, Alzheimer tutmuşam, İraq olsun. Məsələn, uşaqlarım gəlir, oturur yanımda qızlarım falan, deyirəm ki, məsələn, Səltənə nənə mənim dədəmin nənəsidir, mən olanda da ölübdür. Amma mən görməmişəm da hər halda. Bəli, məsələn, onlar üçün görüblər bu cüsü, qızına deyir ki, məsələn, Səltənə nənə. Niyə? Çünki o qızı yadında deyil. Qızı sonralar olubdur. 25, 30, 40, 50 yaşında uşaqları olubdur. Amma o meqdilada olan bizim o uşaqlıqdan 4 yaşınacan gördüyümüzdür. O ehsaslar, o duyğulardır. Tamam rəvani məruzçilərimizdə bəzi rəvanşünaslara görə tamam ruhsal mərəzlərimizin də çoxu oradan gəlir. İndi bunu dedim deyəm ki, 4 yaşınacan əgər bizim ailəmizdə radiodan, televizyondan, oradan, buradan xüsusən və ondan sonra biz yenə də bəzi məlumat alırıq və onlar işləyə, o qədər təkrar ola. Diqqət buyurun, təkrar üstündə barmaq basıram təkrara. Ya altın cızıram. O qədər təkrar ola ki, miqdiliyə geçə. Ondan sonra biz İstəyək, istəməyək bizim rəftarımızı o. Ağıl dedik üstədir, şeydir, rubənadır. Duyğular zirbənadır. Əslində biz insanlar ağıllı mövcud deyilik, ağırlı varlıq deyilik. Əslində biz insanlar duyğusal mövcuduq, duyğusal varlığıq. Onun üçün bizə deyəndə ağıllıdır filan kəs, məsələn, milyonda bir nəfər ağıllıdır. Ağlına, üzü ilə gedər. Yoxsa bizim hamımız duyğularla gedərik. Duyğularla. Yəni biz duyğu mövcuduyuq. Biz ağıl mövcudu deyilik. Çünki biz ağıl nədən ibarətdir? Ağıl dediğin biz o şeyləri ki ömrümüzdə təcrübədən, eşitməkdən, hiss eləməkdən, görməkdən, oxumaqdan almışıq. Onların hamısı bizim zehnimizdədir. Burada hafizəmizdə bir çoxu ki dilit olar, fori. Məsələn, xiyabanda biz maşın sürürük, 120-dən tamam maşınları da görürük. 10 saniyədən sonra maşın, əslən 1 saniyədən sonra ki maşınları geçdik, daldakı maşınlar yadımızda deyil ki, onları geçdik. Hətta yadımızda deyil necə geçdik. Bu bizim milyardılar, gigabayt gündə məlumat gəlir, zehnimizə dilit olur öz-özünə. Beynimiz onları saxlamaq üçün ərzişsizdir. Amma beynimiz o məlumatı ki saxlayır, onların üzü ilə biz bunları bir dana müşkülət çatanda, ya bir dana mövqeyiyyətə gələndə, bir məsələ ilə üzbəyüz olanda bizim beynimiz o beynimizdə olan
məlumatı qarışdırır, özünə bir yol axtarır. Buna deyirlər əqil. Pəs əsli duyğudur. Əqli biz sonra topluruq. Onun üçün, məsələn, mollalar əgər indi gedirlər 700 il bundan qabağın, 800 il bundan qabağın bir mollasının kitabını oxuyurlar, əqilləri taza əqlindən getmir, qədimki əqlindən getmir. Çünki 700 ildəki olan şeyləri onlar ölçəşmirlər. Olan inkişafları, gəlişmələri ölçəşmirlər. Bunun üçün də dalıya qalırlar, təbii ki. Bəs bunların ağılları 700, onun üçün mollanın ağlı 700 il bundan qabağın ağlıdır. Mollanın ağlı bugünkü ağıl deyil. Ondan görə molladan Einstein çıxmaz. Molladan Newton çıxmaz. Çünki Newton tazalıqlar axtarır, molla köhnəliklərdə qalır. Hər kəs ki köhnəliklərdə qalsa, onun ağlı o köhnəliklər qədərdir. İbn Sina bu günləri dura gələ, bir dana əvvəl rahnumayı uşağından şikəst yer. Ağlın səthində. Ağıllıqda bir dana, məsələn, 7-ni oxuyan uşaq bir dana İbn Sinanı, Farabini sındırar. Niyə? Çünki indi bu uşaq milyardılar çox ittilaat bilir ta İbn Sina, ta Zəkəriyya İrazi, ta filan kəs. Tamam. İndi hər halda bu xanım əgər dünən tohin eləyir, ya bu xanıma tay adamlar gəlirlər, coş deyirlər, tohin eləyirlər filan bəhman. Bunların bir çoxu Megdiladan dəstur alırlar, ağıldan yox. Onlar təkrar, minlər dəfə təkrar olub. Biz Aryayı yox, biz İranı yox, İranlılar belədilər, Farsi, zəbanı şirin, hünər nəsli İraniya, nəsli bəst, o filan, bəhman, bu tür bir şeylər. Hamısı da çərəndidir. Yəni İranlılarda bir dənə hünər görsədin ki, dünyada bunun tayı yoxdur ya, İranlılar o hünərdə başdılar. Yalanda İranlılar baş olarlar, əyyaşlıqda baş olarlar, çək-çəhmaqda baş olarlar, tamam əxlaqi xilaflarda baş olarlar, arvadbazlıqda baş olarlar, kişibazlıqda baş olarlar, oğurluqda, əyrılıqda, yalancılıqda, yalan dinçilikdə, yaxtı riya eləməkdə, yaxtı münafiqlikdə İranlar baş olarlar. Bunların da heç birisi fəzail əxlaqi deyil. İranın sistemində, ya İslam sistemində, ya əxlaq sistemində ola deyil, rəzail əxlaqi. İran tamam rəziləthay əxlaqidə, əxlaqi rəzilətdə, əşağalıqlıqlarda, pisliklərdə birinci ola bilər. Yəni mən inanmıram dünyada bir dana məmləkət ola ki, İran milləticən əşalıq ola. Niyə belə olur dostlar? Buna görə ki, biz uşaqlıqdan o təlimatı o qəd bizim beynimizdə təkrar olubdur ki, fikir eləyin ki, məsələn, mən ilməhsalan idim uşaqlığımdan ta, nə bilim, bəlkə 19 yaşımacan, 20 yaşımacan, bilmirəm, yadımda deyil. Amma çox uzun zaman mən ilməhsalan oldum. Radyo da orada açıqdır, 24 saat, hər neçə saat ki işləyirik. Sonra da gedirik evə, radyo açıqdır, televizyon açıqdır, onlar da açıqdır. Və burada hey onları təkrar edir. Siz diqqət eləmirsiniz, amma mümkündür bir dana cümlə 24 saatda 200 dəfə televizyondan təkrar olar. Məsələn, salam, صبح خیر İran, salam İran, merdum fars زبان. Bu nə oldu? Təkrar bizim zehnimizdə nə olur? Güclənir. Nə qədər onlar təkrar elirsə, o qədər bu bizim zehnimizdə duyğusallaşır. İndi bir dənə xanım Jale Samiti kimi istir məmuli də danışsın, bu Megdila düşür işə. Mən gördüm, o xanım muzecirisi əslən şeydir. Əvvəldən nemixam falan başladı. Xeyli xube Vəli. Vəli ki dedi, yəni istəyir bu da aftahanı götürə. Bu xanım mümkündür. Biz niyyət oxuya bilmirik insanlarda. Mümkündür ki, bilə-bilə bu işi gördü ki, qətən bilirdi nə iş görür. Yəni zehnində bir planı var idi, onun üçün də o düyməni bastı. Mümkündür də ki, vaqən bilmirdi, amma ağzından o şeyləri ki, bunun içində dolmuşdu, pırtladı, döküldü eşiyə. Yəni o nəcatpərəstlik, o faşistlik ki, yüzlər dəfə, bəlkə ömründə bunu 100 min dəfə bu kəlmələri eşidibdi, onlar qustu. Buna deyirik ki, bilincaltı məlumat. Bir bilinc üstü var, bilinci var ki, biz bunları gedib oxumuşuq, almışıq. Bilincaltı dedik Megdiladadır və bu bilincaltını
bizim kontrolumuzdan xaricdir və mütəəssifanə istər-istəməz müsait şəraitdə bu özün göstərər. Məsələn, bu xanıma Jalə nə idi adı, Jalə xanım hər halda bu vaqəən mümkündür ki, istəmirdi onu deyə. Amma şərait elə müsait olduğu o oğlanın gözəl oxuması və insanların durub ayaq üstə ona təpik çalması və onun səsinin gözəlliyi və bu ki, bu adam çox musiqidə güclü ola bilər. Bu adam gəlməmişdi ki, mən gəlirəm Tehranda pul qazanam. Təbii ki, bir dana cümlə işlətdi ki, musiqi ilə işləyirəm, pul qazanam. Çünki işləməyə ehtiyac yoxdur. Vaqiyyətdə budur, musiqilər bir dəfə gedir, bir musiqi tətəllü gedibdir, bir dana musiqi 100 milyard pul qazanır. 100 milyard, məsələn, bir nəfər neçə ildə 100 milyard işlər ki, tətəllü bir gündə işləyib bunu, məsələn. Bir ayda, bir ildə işləyib əslən deyək. Tamam. Bir dana zamanda uşaq haqqıdır ki, bu xiyalı qura. Amma sənin haqqın deyil bunu əzəsən. Çünki o uşaq, o insanların heç birisi ya lord deyildilər, ya da lord fərhəngi ilə, musiqisi ilə tanışlayırlar. Onların hamısı sadəcə durdular, bu insanı təşviq elədilər səsinə görə, musiqisinə görə. Nəinki o nə deyir və hangi ləhcə ilə deyir. Amma bu xanım onun ziddiyyətinə, o şəraitdə onun ziddiyyətinə qalxdı və o cümlələri dedi. Amma ilə, mən Toro xeyli dost daram, eyni bu dəqiqə mən dünənlərdə bunu yazdım. Hər kəs deyir ki, mən Azəriyəm, mən Türkəm amma, mən Azəriyəm amma, mən Azəriyəm, mən özüm Azəriyəm cümləsini davam verər. Türk əleyhinə. Bu dəqiqən o rəftar ki, dünən o xanım Sami elədi və rəsmən qustu içindəki faşizmi. Və mütəəssifanə, dostlar, inanasınız, inanmayasınız mənim sözümə, mənlə müvafiq olasınız, yox olmayasınız. Hər kəs İranda dərs oxuyub və yaşayıbdır. Ömrü İranda geçibdir, heç olmasa bir neçə il. Bu adam faşist bir adamdır. Siz də, mən də faşist. Niyə biz mədrəsəyə getmişik? Biz radyo televizyona baxmışıq, biz kitab oxumuşuq, biz məcəllə oxumuşuq, biz ruznamə oxumuşuq, biz radiolara qulaq asmışıq, biz İran-Əraq cəngin görmüşük çoxumuz. İran-Əraq cəngin görən, İranda iç savaşı, mücahidləri zaten edam dövrəsində olanlar. Bunlar hamısı faşistdirlər. Yəni deyim ki, hamısını da demeyim, belə deyim. Onlar ki, rejimə müvafiq idilər və onlar ki, indi çönüblər, bunların hamısı faşistdirlər. Amma onlar ki, əvvəldən hər nə dəlilə görə bu rejimlə müxalif olublar, mümkündür faşist olalar, amma bu rejimlə müvafiq idir. Bəli, onlar ki, İrancıdırlar, İrancı, farsçı. Biz bunlara pan-fars, pan-İranist deyirik. Və mən demişəm ki, pan-İranistdən mənzurum o adamdır ki, həm siyasi cəhətdən, həm dini cəhətdən şuubiyyədir, yəni fars şiəsidir, siyasi cəhətdən də İrancıdır. Buna mən pan-fars deyirəm. Pan-fars Xumeynidən bu üzə, 57 inqilabından bu üzə oracan, yəni 57 inqilabınacan, Rıza Koditatçının zamanından ta 57-yə can pan-fars və şii şubiyyə ayrı idilər, birləşməmişdilər. Yaxınlaşırdılar bir-birlərinə. 57 inqilabında bunlar gəldilər, birləşdilər və bu günləri birdir. Pan-fars deyəndə bu ayətullahlar ki, diridirlər ya ölüdülər, bunlar pan-farsdırlar. Yəni biz bunlara ayranmarıq. Ayətullahların hamısı pan-farsdır. Bu mollaların hamısı pan-farsdır, pan-İranistdir. Bunlar pan-fars və pan-İranist deyəndə mənzurumuz şiə, şubiyyə ilə bunun gəlib ikisinin bir olmasıdır. Bu deyil ki, şiələr ayrıdırlar, bunlar ayrıdır. Hər halda İstədim bunu xatırladan ki, dostlar, bu xanım, ya buna tabi bir insanlar bəzən görürsünüz bir cümlənin içində bir-iki kəlmə işlədirlər. İradi olaraq ya iradi olmayaraq, əgər işlədirlər, bunlar o faşistdir ki, bunların içində təbliğat əsasında dövlət sistem yaradıbdır, din yaradıbdır, mollalar yaradıblar, radio, televizyon, ruznamə, kitab, teatr, musiqi, nəqqaşi, nə bilim, cəşnvarə, konfrans filan, bəhman, danışqah, ustad filan, müəllim. Bunların hamısı yoldaşlar, bunların hamısı onları bizdə yaradıbdır və biz hərəmiz bir faşistdik. Amma əcəba bu faşizmlə savaşa biləcəyik yox. Faşizm neçə dana şeyi vardır, mən bunları hərdən bir deyəcəyəm sizlərə. Bəlkə də əlamətləri var ki, ondan tanıyarıq. Biri budur ki, dünyada olan məmləkətləri rəsmiyyəti tanımır. Deyir ki, onlar mənim bir parçamdır.
Fikrin ki, Yunanlılar dururlar deyələr ki, biz İskəndərin nəvələri yox və İran adındakı indiki torpaqlar vardı. Bu bizim torpağımızdır. Çünki biz İskəndər gedib oranı alıbdı və orada 300-400 il hökumət ediblər. Ya məsələn, Moğollar deyərlər ki, ağa, bu Asiya məmləkətləri, Afrika məmləkətləri, Avropanın bir çoxu bizim toprağımızdır. Mərzi tanımırıq. İndi burada 200 məmləkətdən yaxşı 100'ü buradadır. Dediyimiz yerdə 150'si bunlardadır. Çünki bir neçəsi də Amerikadadır da. Avustraliyada da çox məmləkət yoxdur, bir danadır. Bir yol. İndi bu Afrika, Asiya, Avropada deyək ki 150 məmləkət var məsələn. İndi Yunanlılar deyirlər bu 150'si də bizimdir. Çünki Yunanlılar bir zaman buranı alıblar da demək olar. Ya Ərəblər dururlar deyirlər ki bunların hamısı bizimdir. Avropanın yarısını da almışıq, Asiyanı da başa-başa almışıq, Afrikanı da başa-başa almışıq. Buna deyirlər mərzi tanımayan adama, rəsmiyyətə tanımayan, buna deyirlər faşist. Fərq eləməz ki, bu mərzi 5 il bundan qabaq bu cürdür, 2 il bundan qabaq bu cürdür. İbrahim Savalan bir gözəl məqalə yazıbdır, mən çox sevdim. Deyir ki, bəzi adam, məsələn, biz siyasi adamlarıq da, siyasət, məmləkətləri siyasət təyin edər. Məsələn, bir dənə adamın, məsələn, mənim əgər babam diri qalsaydı ki, Əhməd Şah zamanında güya sərbaz olubdu, dədə babam, Mehdiqulu Hidayət, Allah rəhmət eləsin. 110 yaşında zadında da öldü. Məsələn, bu Əhməd Şah zamanını görübdür. Onun siyasi olaraq kimliyi, siyasi kimliyi şeydir, Məmalik-i Məhrusə Qacar Məhrusə məmləkətlərinin vətəndaşıdır. Şəhərvənd Məmalik-i Məhrusə Qacar. Sonra Rıza Kodita eləyibdir. Bir dənə məmləkət düzəldiblər, adı İran. Siyasidir, diqqət buyurun. Bu adamın siyasi kimliyi değişibdir. Olubdur. Şəhərvənd məsələn dərəcədə o deyək. İkinci dərəcə vətəndaş. İranın vətəndaşı. Siyasi olaraq. Ondan sonra bir dənə burada Azadistan adlı bir məmləkət qurulub ki, İrandan ayrıdır. Yəni bir dənə İran var, bir dənə Azadistan var. Və mənim babam Azadistanda geçirdi ömrü. 1 il, 6 ay, hər nə qədər. Bu zamanda siyasi sicillisi bunun nədir? Hüviyyəti dərəcə 1 şəhərvənd Azadistanın 1-ci sınıflı vətəndaşı. Ondan sonra yenə də İran gəlib buranı alıbdır. Elə həman babamın kimliyi çevrilib yenə olub İran. Diqqət buyurun, görün siyasətdə nə cür değişilir ha? Siyasət budur. Yəni faşist bunları qəbul eləmir. Faşist bunu qəbul eləmir. Ondan sonra qeydib olub İran. Çünki İranlar gəliblər Şeyh Məhəmməd Xiyabaninin dövləti yıxıblar. Yıxandan sonra bir ayrı dövlət gəlibdir. Yəni qurulubdur. O torpaqlarda ki Azadistan adlanmışdı siyasi olaraq. Orada bir dövlət quruldu. Adını qoydu. Yenə İran dedilər bura. Bir müddət keçdi. Yenə mənim babam diridir. Bir dənə dövlət gəldi işistə. Yenə İrandan ayrıldı. Adını qoydu nə mənə? Firqə-i Demokrat Azərbaycan. Azərbaycan Demokrat firqəsi, hakimiyyəti. Tamam. Mənim babamın kimliyi İranlıqdan çıxdı, siyasi kimliyi oldu nə mənə? 1-ci sınıf vətən Güney Azərbaycan demək. Azərbaycan Demokrat firqəsinin firqəti hakimiyyətinin 1-ci sınıf vətəndaşı oldu. Ondan sonra yenə 1 ildən sonra yenə də İran adlı bir qüvvə gəldi, buranı aldı və yenə də mənim babamın siyasi kimliyi getdi şeyə, ərz edeyim xidmətinizə, İranlığa. Yəni Demokrat firqəsi kimliyindən çıxdı, siyasi olaraq getdi İran siyasi. Yenə də 2-ci sınıf oldu. Yenə bir müddətdən sonra bir dana ayrı bir sistem gəldi. Cumhuriye İslamiye İran.
Bu da bir ayrı sistemdir. İran değil, ne firqe demokratdır, ne İrandır, ne Azadistandır, ne İrandır, ne de Məmalik Məhrusi Qacardır. Bunun da adı Cumhuriye İslamiye İran. Mənim babam yenə də burada 2-ci sınıf Cumhuriye İran İslam Cumhuriyyətinin 2-ci sınıf vətəndaşı oldu. Siyasi hüviyyəti beləsi tərif oldu. Ki, bunu gördü mənim babam. Sonra da Allahın rəhmətinə getdi. Yəni, diqqət buyursunuz, mənim babamın siyasi kimliyi, bunu faşist bunu qəbul eləmir. Faşist bunu qəbul eləmir. Faşist yox. İran əzəli əbədidir. Burada hər nə hakimiyyətlər qurulubdur, gəliblər, gediblər, önəm daşımır. Mən elə deyirəm ki, bura İran idi. Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Bunlar faşistdirlər. Və bunlar bunu hər zaman qusa bilərlər. Fərq eləməz. Hər zaman bunu qusa bilərlər. İndi, bu fəqət istirdim izah edeyim ki, bu xanım Somidir, nə idi adı? Jalə xanım Somi. Bunun faşistliği iki cürədən xaric deyil. Ya bilincidir, ya bilinçaltıdır. Ya bilə-bilə o sözləri dedi və fikir edir ki, mən buna ürək yandırsam altında desəm daha cəzzab olar. Amma bunu görsətdi ki, həm o oğlanın orada duruşu, onun qiyafəsi xarab oldu. Yəni, hamı qabaqsan dedi, sən bir böyük xanəndəsən, sən böyük bir şeysən, sən bir pədidəsən, sən filansan, sən bəhmansan. Birdən bu xanım dedi ki, sən gəlsən ləhcəvi dəyişəsən. Niyə? Niyə? Çünki mənim standardımla olmasa, mən sənin siyasi yox, üzrsən, mən sənin musiqiyayı hüviyyətini qəbul eləmirəm. Mən sənin dilini qəbul eləmirəm. Mən sənin ləhcə deyil onun ki, onun ki dildir. Ləhcə odur ki, Qum, məsələn, Kaşanla, İsfahanla, Şirazın, Simnanın aralarında fars danışında fərqi var. Buna ləhcə deyirlər. Amma o zaman ki, bir dana dil ayrı qanunu var, ayrı qaidəsi var. O danışır, bunlar baş tapır, bu danışır, onlar baş tapır. Bu dildir. Hətta mən bunu farsların bu sonki zamanda təriflərində gördüm ki, çox rahatca dedi ki, kim idi bu Allah? Bu fars şeylərdən biri idi, bax. Ustad danışqahdır İranda. İndi adı yadıma gəlmir. O, istəyirdim deyəm, döktür mühəddisi, amma döktür mühəddisi deyildi. Bir ayrısıydı. Baxsam, telegrama görürəm kimdir. Amma bu, deyir ki, hər dili ki, biz baş tapıyaq danışanda, ya onlar biz danışsaq, onlar baş tapıyaq, ya onlar danışanda biz baş tapıyaq, bu ləhcə deyil, bu dildir. Çünki biz ləhcədə fəqət, məsələn deyirəm, ləhcədə binabda deyir ki, kəbaba deyir, çəbab. Tamam, bu ləhcədir. Urmiyyə ilə Təbrizin, Ərdəbil ilə Təbrizin ağzından çıxan sözlərin ahəngi, ritminin fərqi var. Bu ləhcədir. Amma o zaman ki, iki dana, məsələn, bir dəfə gəlir, erməni danışır. İranda olsun, Təbrizdə olsun, mühüm daşıma olmaz ki. O zaman ki, o erməni danışır, mən baş tapıram, mən türkçü danışıram, o baş tapır. Ya o, gedək bunu gedə örgəşə baş tapa. Bu, ayrı bir dildir. Hər halda, rəsmən biz bir faşisti sistemi ilə üzbəyiz yox. Bu faşisti sistem dövlət tərəfindən himayət olubdur, təbliğ olubdur. Günü-gündən də təbliğ olur, günü-gündən də çoxalır. Və mütəəssifanə siz və mən də ki, İranda yekəlmişik və ya bu kitabları oxuruq, faşist olacaq və faşistuq. İstər istəməz. Mən bir də dostları görürəm, yazırlar. Görürəm, dəqiqən o fərhəng ilə yazırlar, danışırlar ki, məsələn, mənə komment yazıblar, ya himayət edirlər, ya nəqd edirlər məni. Amma dəqiqən o fərhəng ilə yazırlar, o kültürlə yazırlar ki, farslar yazır, danışır, deyir. Yəni, dəqiqən onlar əgər faşistlər, biz də faşistuq. Çünki faşistlik kəlmələrin içindədir, dostlar. Faşistlik eşikdə bir şey deyil, gedək alaqcıyaq. Köynək deyil, gedək alaqcıyaq. Mən indi kökəlmişəm, hər nə köynəyim var, dardır, gedim bir ayrısını alım, gen olsun, rahat olum içində. Faşistlik belə deyil. Faşistlik içimizdədir. Meqdiladadır, faşistlik duyğudur, ehsasdır. O zaman ki, sən birindən tənəffürün gəlir, sən birinin dilin, ləhcəsin qəbul eləmişsən, faşistsən. Qutardı getdi. Qutardı getdi. Amma indi burada bir şey qalxmıyaq, dostlar. İndi mən bunu dedim, bundan bura çıxmır ki, biz farslarla müxalifiq, düşmənuq. Onlar bizlə düşməndirlər, əslində biz onlarla düşmən dəyirik. Bizimki əksül əməldir. Biz indi burada pəs faşistuq. Yox. Bizim biri də özümüzü bir şeylərə layiq bilirik. Ya bir şeyləri özümüzə layiq bilirik. Bunların üçün savaşırıq. O cümlədən azadlıq və istiqlal.
o cümlədən dil hakimiyyəti, o cümlədən siyasi, iqtisadi hakimiyyət, o cümlədən kültürel və hünəri hakimiyyət, o cümlədən öz dilimizlə bağlı olan, öz millətimizlə bağlı olan millətlərlə alver gəlib getmək, birlik, ittihad qurmaq, ya konfederasyon qurmaq haqqı. Bunları, o şeyləri özümüzə helal bilirik və özümüzü onlara layiq bilirik və onlara özümüzə ləyaqətimiz vardır ki, bunlar bir şey olsun bizə. Biz bunların üstündə gedirik. Təbii ki, əgər burada farsların ədəbiyyatından istifadə eləməsək, faşist olmarıq. Amma istifadə eləsək, faşist olarıq. Nədir? Farsların məntiqi yoxdur. Məsələn, dedim, mərziləri qəbul eləmirlər. Biz də əgər gəlsək, onlara da desək ki, həmi İran mal mast, Fars hara qətlə am mikonیم. Bu, onlar faşist. Bunun adı faşistdir. Amma əgər biz deyək ki, söyüş veririk, farslar söyüş verirlər ki, məntiq yoxdur. Biz söyüş vermirik. Deyirik ki, məsələn, farslar, biz müstəqil bir millətuq və istiqlal bizim haqqımızdır. Bu haqqı siz təşxis verə bilməsiz. Mən təşxis verirəm. Mən deyərəm ki, bu mənim haqqımdır. Sən deyəməsən ki, sənin haqqın deyil. Çünki sənin səlahiyyətin yoxdur ki, mənə deyəsən, haqqın var ya yox. Mənəm ki, hər nəyi ki istərsəm haqqımdır, istəməsəm haqqım deyil. Hər nəyin ki arxasıcan geçsəm almaq üçün haqqımdır, getməsəm, əlimdən ötürsəm haqqım deyil. İndi, əgər sən mənim bu haqqlarımla müxalifət edəsən, sən məni düşmən tanımısan. Mən də səni düşmən tanımalıyam. Əgər düşmən tanımısan məni, ki tanıyıblar, bunu bilirik, İndi mən də səni düşmən tanımalıyam və əgər bir gün üzbəyüz gəlsək, mənim istiqlalımın qabağında dursan, mən istədiklərimin qabağında dursan, səni öldürəcəm. Hər kəs qabağıma gəlsə öldürəcəm. Bura faşist deyil daha. Çünki burada sən deyirsən ki, mən nə istəyirəm, özümü nəyə layiq görürəm və burada sən mənə deyəməzsən nəyə, mən deyə bilirəm ki, bura mənimdir. Təbii ki, mən deyə bilmərəm ki, məsələn, əlbəttə tarixdə Farsistan adında bir bölgə yoxdur, dostlar. Tarixdə İran adında bir məmləkət də yoxdur. Tarixdə, mən dedim, siyasi kimlikləri saydım da, nədir? Məsələn, mənim Mehdi Qulu babamı misal vurdum ki, bunun siyasi kimlikləri nədir değişilibdir zaman içində. İndi bu kimliklərə biz baxırıq, görək ki, kim hardadır, kim harda deyil. Bu bizim siyasi kimliklərin değişməklərini qəbul edirik. Tamam, bir zaman biz Səfəvi dövlətində Osmanlıdan ayrılmışıq. Osmanlı bu məntəqələri tutmuşdu. Dostlar, diqqət buyurun. Osmanlı bu məntəqə ki, indi İran adlanır, hətta getdi üstə Tacikistan, filan, Əfqanistan, Pakistan, Hindistanın bir çox yeri. Bunlar deyək ki, Səfəvi dövründə bizim əlimizdə deyildi Səfəvidən qabaq. Bunlar Osmanlı torpaqları idilər. Hətta Rusiya, bugünkü Rusiyanın bir miqdarı da Osmanlı torpağı idi. Sonra Səfəvilər bunların içində inqilab eləyiblər, şuriş eləyiblər, müsəlləhanə şuriş eləyiblər. Bir də torpaqları geçirdiblər əllərinə. Buradan sərbaz yığıblar, savaşçı yığıblar, maliyyat yığıblar və Osmanlı ilə bir-iki dəfə savaşıblar. Sonra da deyiblər ki, Osmanlı deyibdir ki, gedin siz orada özünüzə bir cəzirə qurun, orada münzəvi qalın. İşi olmayıbdır. Biz ən böyük sülh dövrəsi İran tarixində Osmanlı və Səfəvi dövründə olubdur. Səfəvilər 230 neçə il bu toprakların, uzunluq topraklarda yaşayıblar. Bunun 190 ilinə yaxın sülhüdə yaşanıb, savaş olmayıbdır. Bir dana, məsələn, ləşkər çəkiblər, gediblər, filan yerə savaşmayıblar, qeydiblər, gəliblər. Məsələn, çox əlaqələri var idi Səfəvilərin ki, xilafətin mərkəzi ki, o zaman Bəğdad idi, oranı alsınlar. Çünki onda rəsmən özlərini xəlifə elan eləyə bilərdilər. Ləşkər tərkiblə gediblər, Osmanlı gedib burada vurubdur, dağıdıbdır. Necə işdən gəlirsən burada? Sən ged otur öz, səni mən mühasirə eləmişəm, mənim topraqlarımın içində sənə bir yer vermişəm, qalasan. Bunun üçün Osmanlı ərəzi bir şeydir əslində. Bir dana xala bənzər ki, Osmanlının üzündə çıxmışdı. Ya bir dana çibana bənzər ki, Osmanlının bədəninin, canının bir yerində çıxmışdı. Yəni, Osmanlı bu çibanı, bu xalı çox mühüm saymırdı. Çıxıb düzümə də biraz da qiyafəmi xərab eləyir. Özünə amma tarix düzəltdi. Yəni, nəft pulu və bu güc hər halda buna bir tarix düzəltdi. Yəni, biz deyənmərək Səfəvi yoxdur. Hər halda. Biraz bu günləri belə danışdıq ki, istədim bu fəsli qutaram ki, o birisi fəsli keçməyəm. Hər halda,
Bu kitabdan ki oxuruq, adı Hünər-i Cəngidir. Gənə dostlar bunu deyim. Bizim gələcəyimizin yolu kitab oxumaqdan keçir. Sadə danışıqlardan yox. Mütəəssifanə mən görürəm bəzi insanlar lümpənlərin bərnamələrini görürəm. Coş deyirlər, bir-birlərinə sataşırlar, nə bilim, ağızlarından yamandan sonra bir şey çıxmır, təhqirdən sonra bir şey çıxmır. Bir-birlərinə belə. 40 min nəfər dünən live-ını gördüm. 1-2-3 gün bundan var gördüm. 40 min nəfər live-ı var idi. Mənim 5 nəfər live-ım olanda burada keyf edirəm ki, 5 nəfər heç olmasa bir cümlə eşidəcəklər. Orada siz nə qədər gülürsünüz gülün, vətənə və millətə heç xeyri yoxdur. Nə dünyamıza, nə axirətimizə. Bizim yolumuz kitabdan keçir. Mən demirəm mənim qulaq asın, mən dediyimə qulaq asın. Amma mən deyirəm ki, bizim yolumuz buradan keçir. Biz bu kitabları oxumasaq bilməyəcəyik ki, azadlıq yolunda necə savaşaq. Onun üçün mən bu kitabı seçmişdim, oxuyuram. Bu günləri 23-cü bölümdür. Hünər-i Cəng, Çinlilər bunu 2000 il, ta 3000 il bundan öncə yazıblar və bunu Döktür Həsən Həbibi İranda Haşimi Rəfsənjani və Xatəmi dövründə birinci muavin idi. Onun tərcüməsi ilə bu kitab yazılıbdır. Əslində 100 səhifədir ingiliscəsi, Çincəsi bilmirəm neçə səhifədir. İngiliscəsi 100 səhifədir, farscası 204 səhifədir. 3 səhifə. 203 səhifədir. Və mən bunun 101-ci səhifənin yarısından başlayıram oxumağa. Dünən dedi ki, düşmən bəzən sizi toğlamaq üçün bir tövmə tökəcək, atacaq yola ki, siz onu udmaq üçün gedəcəksiniz, onu almaq üçün gedəcəksiniz, toruna düşəcəksiniz. Misal vurdu beləsi. Dedi ki, bir balıq tutan o zaman ki, istəyir balığı tutsun, bu qullab deyirlər farsça. Biz ona qıynaq deyirik. Əgər iştibah eləməsən. Balıq tutan qıynağın ucuna ya qurd, ya ət, ya bir şey bağlayır, salır suya. Balıq oradan bu qıynağı, dəmir qıynağı görmür. Deyir bəlkə ətdir, ya qurddur, ya hər nə mənədir, yeməlidir. Gedir ağız atır ona, bu o içindəki qıynaq getir bunun ağzını dəlir, bu qaçamır. Tutdu. Deyir ki, farslar bəzən bizə deyirlər ki, ما دریاچه ارمیه امسال پر می şəvəd. 20 ildir emsal پر mi şəvəd. Biz də gedirib pıs yatdıq. O balıqdır, o tövməni verdi, biz yatdıq. Biz tutdu da, bizi tutdu da. Balıq bu bizi tutdu, bizi getdi, otur istirahət. Balamdır, yat. Ya hər il bizə deyiblər, nümayəndələr, 4 ildən bir gedəcəyik məclisə türk dili rəsmi eləyəcəyik. Biz pıs yatdıq. Azərbaycan bu illər belə olacaqdı, iqtisadda belə olacaqdı, yol açacaqlar, tren çəkəcəklər, qatar çəkəcəklər, Ərdəbil, filan, Bəhman, Ərdəbil ilə də Təbrizi bir-birinci anlasa, pıs yatdıq. Niyə? Tamahımız budur ki, tikə gətirək. Ağa, dövlət istəyir ki, zəban farsını, zəban türkünü aşsın həftədə 1 saat. Pıs. Biz çünki o təliyə düşdük, o 1 saatı bizi toğladılar. Bir daha Shang Yu adında bir mütəxəssis, savaş mütəxəssis, stratejist deyibdir ki, Risale-i استراتژی میگوید در زیر طعمه پرزرگ و برق و خوش‌طعم مسلما ماهی که به قلاب صید شده نهفته است. Müsəlləmən bir dana balıq düşübdür ora. O qullaba düşübdür. O şeyə çəkilibdir. Cadə را بر دشمنی که به خانمان خود باز میگردد مسدود نکنید. Əgər düşmən ilə savaşırsınız, düşmən istəyir qeylə qaça evinə tərəf. O yolu bağlamayın, qoyun düşmən qaçsın. Çünki əgər hər tərəfin kəssəz, ölüm üçün savaşar. Misal tarixdə budur. Cəbəl tarix deyirəm. O Tarix İbn Əbdüləzizdir, kimdir bilmirəm. İndi bunun adını da yanlış deməyim. Gedir İspaniyanı alsın. Gəmi ilə gedir. Sahildə düşür. Deyir ki, gəmiləri yandırın, gəmiləri yandırırlar. Deyir ki, dalı, sudu geçsəz öləcəksiniz. Qabaq düşməndir. Ya düşməni öldürün diri qalın, ya düşmən sizi öldürəcək, ya da gedəcəksiniz, suda öləcəksiniz. İkisindən biri. Getdilər, İspaniyanı aldılar. Bunun üçün ölümünə savaşmaq, indi biz günü Azərbaycan dəqiqən bu vəziyyət yox. Dalı da geçsək düşməndir, qabaq da geçsək düşməndir. Yəni, bizim qabağımızda olan Fars dövlətçiliyi. Fars milliyyətçiliyi, faşisti, bu düşməndir. Bizim dalı getmək, qabaq getmək yolumuz yoxdur.
Ya ölümdür dağlısı, yəni kimliyimizdən gedəcəyik. Biz 3 nəsli də dözə bilsək, bu vəziyyətdə getsək, 3 nəsildən sonra İranda türk adında dil qalmaz. 3 nəsildən sonra türk adında dil qalmaz. Mənim də nəslim ölsə, o birisi nəsli də ölsə qutuldu. Yəni mənim balalarımın da nəsli ölsə 2 nəsl, bəlkə nəvələrimdən də sinniləri gəlsə, yetişsələr 70 il seçər, 75 il seçər. Bu məmləkətdə türk adında dil qalmaz. Farslılar da bunu bilirlər. Bu hesaba aparırlar. Cəmiyyətşünaslar bunu 200 il bundan qabaq mühasibə eləyiblər. برای دشمنی که محصور است باید راه گریزی باز گذاشت. Düşməni ki saldınız mühasirəyə, qaçmaq yolu da verin, qoyun qaçsın. Ən yaxşısı budur ki, düşmən qaçar. Çünki ruhiyyəsi sınıq düşməni qoymayın, ölümünə savaşsın. Çünki orada piruz olmaq ehtimalı var. به دشمن نشان دهید راه نجاتی برایش باقی است. göstərin ki bir yol var ki oradan qaça bilər. و در ذهن او این مطلب را بگنجانید که راه دیگر غیر از مرگ vücud دارد. Ölümdən sonra bir ayrı yol da var. Ha, bunu ona təlqin eləyin. Səpəs vey ra bekubid. Ondan sonra da onu vurun. Bizə farslara dəqiqən bu cür deməliyik. Biz deməliyik ki, biz istiqlal istiyoruz. Ayrı bir şey istemiyoruz. Ama sizin yolunuz var qaçmağa. Nədir? Budur ki, bizim haqlarımızı qəbul eləyəsiniz və savaşmayasınız. Bəlkə onda uzun savaşlar müncərri olmaz. Bəlkə onda vətəniniz dağılmaz, bəlkə siz çox ölməzsiniz. Biz daimən gərək farsları ölümdən qorxudaq, təcziyədən qorxudaq. Daimən. Çünki bunların o ən zərbə yeyən yerləri buradır. Daimən gərək ölümə təhdid edilir və bunu da qabaqlardan demişəm. Ho yen hissi. Bu da bir ayrı mütəxəssisi deyibdir. Vəqti o hukuan ra mühasirə کرده بود این فرمان را صادر کرد. Bir dana fərmandeh var imiş, gedibdi bir yerə alıbdı. Hukuan adında bir şəhri mühasirə edibdi. Belə bir dəstur veribdi. Deyibdi ki, هنگامی که شهر تصرف شد مدافعان شهر به خاک سپرده خواهند شد. O zaman ki şəhri ələ getirdik mühasirədən sonra, onlar ki burada müdafiə edirdə şəhərə qoymurdular bizi icra, bunların hamısını dəfn eləyəcəyik. Yəni öldürəcəyik, dəfn eləyək da. ماها شهر پابرجا خواهد ایستاد. Bu şəhər aylarca burada yanacaq. تساؤجن گفت، تساؤجن adında bir adam dedi ki, هنگامی که شهری به محاصره در می آید مطلب اساسی این است که به محاصره شدگان امکان زندگی نشان داده شود. Deyir, o zaman ki bir yeri mühasirə elədiniz, elə bir iş görəsiniz ki, o şəhərdəkilər deyəsiniz ki, siz diri qalmaq imkanınız var ha. O yol var. O yolu görsədəsiniz onlara. Məsələn, dostların tərsinə ki, hamısı fikirlər ki, Osmanlılar hər yerə gediblər, vurublar, dağıdıblar. Belə bir şey yalandır tarixdə. Məmulən Osmanlılar gedirdilər, deyirlər ki, biz sizin dininizlə işimiz yoxdur, vətəninizlə işimiz yoxdur, hətta hakimiyyətinizlə işimiz yoxdur. Fəqət siz bizim hakimiyyətimizi burada qəbul edəcəksiniz, bizi təhlükədən çıxardacaqsınız. Çünki siz bir təhlükəyə salıbsınız. Ya bizim iqtisadi ya filan zərər vermişsiniz. Onu rəf eləyəndən sonra o şah elə şah qalırdı çox vaxtlar. Yəni oranın şahı, oranın rəisi elə orada rəis qalırdı. Amma deyirdi, tamam, mən bundan bu sizin əlinizin altında işləyəcəm. Yəni Osmanlının bir fərmandehi olaraq, bir komitanı olaraq, bir fərmandarı, ustandarı deyək olaraq orada işləyirdi. آقای من شما به محاصره شدگان گفته اید تا کتاب فرا رسیدن مرگ بجنگند. Əziz, sən ki demirsən biz hər kəs şəhərdən difa edir, onu qüyləyəcəyik. Yəni bu ki, sən onlara demirsən ki, ölünəcən savaşın. Binabərin, hər bir kəzana be mənzur nəcatı xiyiş xahət cəngid. Pəs onlar da özlərin diri saxlamaq üçün savaşacaqlar. Bunun üçün biz həmişə onları demiş, farslara deməliyik ki, bizim istiqlalımızın, hüviyyətimizin, kimliyimizin qabağında durmasaz ölməyəcəksiniz. Dursaz öləcəksiniz. Diqqət buyurun, fərqi budur. Fərqi buradır. Siyasətdə biz, siyasət şəmşirdən güclüdür. Çünki siyasətdə siz pambıqla baş kəsirsiniz. Pambıq baş kəsməz əslində. Amma pambıqla baş kəsirsiniz.
Şəhər qəvi ist və zəxirə xarbarəş fəravan است. Deyir ki, bir şəhər ya düşmən güclüdür və onun çoxlu zəxirəsi vardır. Ordusu var, pulu var, maliyyatı var, nəfti var, qazı var, satır bunları, bunlar hamısı var. Əgər به آنها حمله کنیم تعداد زیادی از افسران و مردان جنگیمان زخمی میشوند. Amma bizim özümüz də onlara həmlə eləsək yaralanırıq. Və pafişari در این راه مدتی مدید وقت میشه və əgər istəyək ki, bunlar bizə savaşda təslim olsunlar ya hamısını öldürək, çox uzun zaman vaxtı var. Özümüzdən də çoxumuz yaralanırıq, ölərək. Bu cür deyil ki, onlar orada yer alma deyirlər ki, dururlar yerdə biz gedək onları kəsək gətirək bişirək. Yox. Onlar da bizə savaşçıdırlar. İttifaqən biz onlar üçün təhdid eləmişik ki, heç birisi diri qoymayacaq. Onlar ölməsin deyə savaşacaq. Ya məsələn deyək ki, biz sizin uşaqlarınızı, arvadlarınızı əsir tutacağıq, satacağıq. Tamam, bunlar savaşarlar. Arvadlar da belə savaşar. Amma deyərsiniz ki, hər kəs bizlə savaşmasa, hər kəs bizim istəklərimizin qabağında durmasa, hər kəs bizi rəsmiyyətə tanısa, ondan işimiz yoxdur. O bizim hətta torpaqlarımızda belə azadca öz dili ilə, öz dini ilə yaşaya bilər. Görün nə qədər fərq elər. Çox fərq elər. در زیر دیوارها یک شهر نیرومند از دور زدن به بشورشیان کتاب‌های جان مصمم به جنگ کردن حمله کردن نقشه عاقلانه‌ای نیست. Bu cür deyir ki, şəhərin altında onlar bir ayrı şəhər düzəldilər. Yəni zərzəmi qazalar orada yaşayırlar. Ya biz gələk bu şəhəri, nə bilim, fırlanaq, gələk bunun içinə. Ya şurişləri ki, ölümünə qədər savaşacaqlar. Bunlar həmlə eləmək aqilانه bir nəqşə deyil. Tesadüf sonra این نظر را پذیرفت و شهر تسلیم گردید. Bunu qəbul elədi və o şəhər ki, adında dedik Kuan, şəhəri təslim oldu. Ki, tamam, biz sizi öldürməyəcək, təslim olanları öldürməyəcək. به دشمنی که بیرمق شده است تا بی نهایت فشار نیاورید. O düşmən ki yorulubdu, zorun əldən veribdi, onu sonuna qədər zor altında qoymayın. Çünki o sonuna qədər olanda da çönər. فوشو آی adında bir mütəxəssis deyibdi ki, هنگامی که حیوانات وحشی بیرمق میشوند به مدد نیرویی که ناشی از ناامیدی و یأس است میجنگند. O zaman ki bir tane heyvanı yorursunuz şikarda fulanda, məsələn pişiyi sıxsan dığara deyərlər, ha ələtqar üzə. O zaman ki də görə ölür, çarəsi yoxdur ki, orada da canından getəcəkdir, ya öləcəyəm, mən də səni yaralayayım. Məsələn, mən özüm şəxsən bunu danışıqla Təbrizin qabağında özüm buna yetişdim də. 13 nəfər məni vurdu, biraz əvvəldə dözdüm, sonra gördüm ki, bu 18 nəfər məni öldürəcəklər. Tamam, mən də əl atdım, xud nəvisim var idi, çıxartdım, gələnin vurdum yüzünə, sinəsinə, belinə. Yəni, ayrı bir yoxdur. Və özüm, indi də var hala deyərəm, kaş onda mənim əlimdə bir çıqqılı bıçaq olaydı heç olmasa. Heç olmasa mən orada bu 17-18 nəfər adam ki var idilər, bunların heç olmasa yarısını yaralardım. Öldürməsəydim də yaralardım. وقتی پای آدمی زادگان در میان است این مطلب نیز بیشتر حقیقت می‌یابد. Bu adam deyib ki, heyvan ki belədir, heç adamlar əgər belə olsalar, onları daha çox müqavimət elərlər. Əgər آدمی زادگان بدانند که راه حل دیگری برایشان نیست تا سر حد مرج خواهند جایید. Əgər insanlar bilər ki, bir ayrı yol yoxdur. İndi biz farsların qabağına yol qoyuruq. Məsələn, bizim dostlarımızın bir hissəsi federalistdirlər, bir hissəsi qanun əsasisidirlər, bir hissəsi istiqlalçıdırlar, bir hissəsi konfederalistdirlər. Hətta bir iddəsi deyirlər İran türklərindir. Çox da xam xiyaldır. Bu deyir ki, yol qoyun qabağına. Qoymayın ta desinlər ki, biz öləcəyik, bəs axirəcən bunlardan öldürək. Məsələn, mən özüm deyirəm ki, əgər mən öləcəyəm, intiqam alım, özüm öz intiqamımı alım ölüm da, öldürsünlər məni, heç olmasa. Mənim özüm, məsələn, İranda düşüncəm belə idi. در زمان حکومت هسوآن از سلسله‌های شاوشونگکو شورش قبیله شیانگ را در هم شکست. شیانگ‌ها که لشکر غالب را فراوان دیدند با باربونه سنگین خود را به کار نهادند و برای گذر از گذار رود جوان به راه افتادند. Deyir ki, hər halda bunlar getmişlər, iki tərəf bir-birinə savaşırdılar. Onlar şeylər gördülər, düşmən çox zorludur. Gəldilər, dedilər, tamam bu çay çox pisdir, bundan keçmək olmaz. Amma ya gərək bunlar bizi öldürür, ya çaydan keçək. İndi görək ki, nə olur? Deyir ki, tamam üstlərində azuqələri, yemaqları, silahları, zatları, hamısını qoydular qırağa, sudan keçərlər. Rahişan az gərdəni ibarə çubur mükərd. Bir dana bir döngədən dönürdülər ki, çox belə dar düdü idi.
شونکو شیانگ ها را که پیشاپیش وی بودند بدون آنچه زیاده روی کند به جلو میراند. Deyir amma çox da bunları şey eləmirdi və onlar yavaş-yavaş yığırdı ki, gedin bu suyu atlayın, çıxın gedin otaya. کسی گفت ما در پی منفعت بزرگی هستیم ولی به کندی پیش میرویم. Bir nəfər dedi ki, biz böyük mənfəət axtarırıq amma yavaş-yavaş düşməni itəlirik qabağa. Dedi ki, Şonkoyo dedi ki, İnan در vəziyyəti naumidane və məyusane hastند. Bunlar ki görürsünüz qabaqda qaçırlar, canlarını qaçırdılar. Bunlar çox nigerandılar, çox qorxu içindədirlər. Heç ümidləri yoxdur, umudları yoxdur. Binabərin nemidən anhara az nəzik dönbal gəl. Eləyəm haqqımız yoxdur ya, eləyə bilmərik ki, onları çox yaxınlaşaq. Niyə? Çunançə anhara və arami və etidal pişirənim. Əgər onları yavaş-yavaş yumuşaqlıqla irəliyə itəliyək ki, bizim torpaqlarımızdan ya buradan keçsinlər, bizdən uzaqlaşsınlar. Bir ən ki səri xudra bərgərdanənd, onlar dalıya baxmadan, gedə-gedə dalıya baxmadan nə olarlar? Qabağa gedəcəklər. Amma əgər onha ra az nəzdik der təcnə qərarlayım, amma əgər onları çox yaxınlaşaq və istəyək bunları heç olmasa bir iki dənə axırda öldürək, yaralayaq, deyir nə olar? Besuy məbaz migərdən, bizə tərəf dönərlər və tabaycan xahən cəngir və savaşarlar. همه فرماندهان گفتند احسنت. فرماندهان hamısı dediler sağ ol ve bedin son باید لشکریان را rəhbəri کرد. Ləşkərləri belə rəhbərlik edirlər. Dostlar, bu fəsli qutardıq, yəni 6-cı fəsli qutardıq. 7-ci fəslidə 9 dana amildən danışacaq ki, bunlar dəyişirlər. Yerləri dəyişər, özləri dəyişə bilərlər, azalıb çoxala bilərlər. Yenə də bunlar bizim üçün ki, Güney Azərbaycanda yaşayırıq, çox önəm daşır. Əgər bunları xülasə desəm, görün bu səhifə necə olacaqdır? 105-ci səhifədən başlayır və 111-ci səhifədə qutarır. 6 səhifədir. Umarım ki, bunu sabahları mən bunu qutarıram. Yəni. Pəs onda elə burada qoyaq qalsın və sabahları bu bəhsi davam verərəm. Çox təşəkkür edirəm, sağ olun. Sabah sizi görmək ümidi ilə hələlik.